Deməli, necə ki Quranda deyir ki, sizə müəssər olanı oxuyun. Bax, burada da həmin fikir, biçmiş sözlər axtar, qulaq as hər bir sözə, sən sustur həmən, nəfəsin çiğ söz söyləsə. Yəni ki, əgər bu kitabların içində bir hikmətli fikir yoxdursa, onu sustur, at kənara. Bax, burada fikir də buradan gəlir. Bu çox aydın fikir idi orada, yəni bu elə fikirlər var burada, qısadır, elə var uzundur, eləsi də var, elə necə var, elədir bu biçmiş sözlər. Orada mən dəqiq götürmüşdüm, yadımdadır. Təsdiq et yetişmiş hər bir mücüzəni. Gəl artıq, savaba çatdır sən məni. Məni də savaba çatdır ki, mən də buradan bir şey çıxsın, mənim də savab dəftərində yerim olsun. Görürsünüzmü? Savab da buradan doğulur. Yəni 100 qaç, 100 qazan, kiminsə evini sat, kiminsə arvadına sahib ol, kiminsə evini yığ, kiməsə şərat varlan, kiminsə sürgün elət varlan, kiminsə öldür onun varlan. Boş şeydir. Savabdan gözəl heç nə yoxdur həyatda. Sevabın həll etdiyi işləri dam dolusu pul həll edə bilməz. Sevab təbii zənginlikdir, könül zənginliyidir və mənə artıq bilirsinizmi nəyə gedir bu? Bütün bəşərin könlünü qazanmaq. Bu böyük sevaba yetişin ki, bütün yer üzerine sevgi tohumu ekin. Ben bu yazılara gələndə, yəni ilk o naşır sınaqlarımda təbii ki, mən sizə dedim ki, mən 3 şey istədim. İsa'dan dəli olmamaq, pozğunluq etməmək, yəni canı satmamaq. Və gözümün qafanda o qədər satanlar olub ki, mən bunu görə gəlmişəm. O qədər böyle insanlardan necə deyilir, müsahibə. Nədir, bax ondan müsahibə götürmüşəm ki, interview götürmüşəm ki, bax bu insan çox elə insanlarla, ən çox da bu falçılarda alınıb bu. Oturmuşam falçı, o vaxt o 94, 95, 96, bax bu illərdə mən getmişəm falçıya, ondan qabaq da sonra da məndə olmayıb bu şey, yəni bu nədir bu, sələm işinə düşəndə dərdimi götürüb qaçırdım ki, görüm, hamısından da o dəqiqə padruq olurdum, hamısından da yaxın olurdum, dillərini keçirirdim hələ ki, yəni orada növbədə gözləməyim indi, amma elə də olurdu ki, növbədə gözləyirdim. Hələ bir dəfə də bir cavan oğlan, pasyolkada, orada da yadıma gəlir, orada mənə nə dedilər, heç bilmirəm, bax, elə orada gəlib çıxmışdı, onu orada da görmüşdüm. Yəni, bax, belə adamlar ən çox ora gedir, mən bunu duydum, gördüm ki, yəni, xalqın kişisini təpəsinə vursunlar, arvadının əlindən alsınlar, bunlar ən çox belə şeyə gedirdi, mən bunun da şahid oldum. Bir kişini bağladılar arvadına, nə bilim, nə qayrırlar, nə inirlər ki, yəni mənim olsun. Dedi, oturub durursan, xalqın ərindən nə işin var, onun ailəsi var, evladı var. Bax, bu xanımlara mən deyirəm ki, o cadıdır, o pitidir, sonunda özünüzü becərdəcəkdir. Bax, elanı gördünüz, axırda gəldilər, girdilər, evin içində də boğdular. Amma onu bəylərin adamları boğdu, çünki mən onun məktubunda onun adını çəkmişdi. Elə o məktubdan sonra elə aradan götürüldü. Bu, %100% belədir, çünki qəlb deyir, mən nə bilim. Bəylərin qəlbindəki Allah deyil, o da Allahdır. Amma indi bu haqq dünyasında biz hələ yaşamırıq, haqq dünyada biz yaşayırıq, haram dünyada, o da, onun da başında odur. Dedi, o elədi, qəlb dedi. Mən onun yanında deyil idim, mən onun necə deyərlər, söhbətində olmamışam, o adamları tutanda olmamışam, o deyil, qazeti redaktorunu adamı öldürənə kimi tutdular, indi onun arxasında kim durur? Onu mənə açmır, görürsünüz, heç onun haqqında demirəm. Çünki o, hökumətə qarşı yazırdı. Bu hökuməti də ora hökumət edən Allahdır. Deməli, bu insan Allaha qarşı çıxırdı, Allah da vurdu, öldürdü, yıxdı yerə, getsən mənə qarşı çıxırsan.
Müxbirsən, otur yerində. Sən nə işin var hökumətlə zaten? Mənim hökumətlə nə işim var, bax mənim. Amma orada nə var, onu Allah Teala nəyi deyir, mən onu açıb deməliyəm, deyirəm də. O qədər. Belə. Peyğəmbər xələti ki, lütf elə, kərəmlə bu cama bir yox, ruhu bilicindir, uram dedik, xalat giyindirərlər dedik. Lütf elə, bu dardan gəl qonda dedik, yoxdur bu cahanda haqdan başqa hökmüdar bir bağ pəncəndə onun naxışları var. Sən haqqın istəyi ilə dünyaya gəldin, ilhama, müjdəyə layiq kəsildin, yəni bu müjdəni sən söyləməlisən. Bu cahanda hər müşkülü sən etdin aşkar, sənindir bu cahanda görünən nə var, durar qulluğunda sənin aslanlar, bu müdriklərdir. Başında Peyğəmbər tacı var aşkar, bu hikmət tacıdır. Mən orada bir dəfə belə bir fikir yazmışdı. Mən kiməm biraz deyim özümdən, qısaca söhbət edim mən öz nəslimdən. Sənətcə Peyğəmbər olmuşdur babam, istədim onun yolunu tutam. Qoyun başa Peyğəmbər tək qızıl tac, hikmətdən bir tac, bəşərin dərdinə eyləyim əlac. Bax, bu o taca istinad edir. Bunu mən dilimdə çox demişəm, çox söyləmişəm, elə buralarda da yazmışam. Heç kimə əhəmiyyət verməyib. Mən elə yalvarmıram ki, gəlsin kimsə buna əhəmiyyət versin. Mən sadəcə danışıram, mən Allahdan gələni deyirəm. Nə olacaq, kimə nə olacaq, kim harada yıxılacaq, kim qayıdıb dönüb bu fikirlərə iman gətirəcək, o Allahın işidir, mənlik bir şey deyil. Mən sadəcə onun hökmünü deyə gedirəm. Başında Peyğəmbər tacı var aşkar, erkək şir boynuna salarsan kəndir, ey nazlım. Tez gəl, məni də sevindir. Haqqın başı bağlı kitabı sənsən, hə buradayıq. Haqqın başı bağlı kitabı sənsən, yəni sinəndədir kitab artıq hamısı. Düzdür, indi bəzi sözlər var ki, artıq unutmuşam, amma bunların hamısını mən sinə dəftər əzbər deyərdim. Hamısını, bax bu gördüyünüz fikirlərin hamısını mən əzbərdən deyirdim. Həmsini. Haqqın başı bağlı kitabı sənsən, gəl onun bağını aç tələsmədən. Bişmiş sözlər axtar, qulaq az hər bir sözə, sən sustur həmən, nəfəsin ki söz söyləsə. Görürsünüz, mən o bəylərin sözünü hələ o küçələrdə gəzəndə divanə kimi danışa deyir, gəlirdim o kirli yerlərlə, küçələrlə. Deyirdimmi ki, mən Rəbbin yolunu təmizləyirəm, mən Rəbbin yolunu təmizləyirəm. Bu, sadəcə mən fikirlərlə Rəbbin yolunu, kəlamlarla, hikmətli fikirlərlə Rəbbin yolunu təmizləyirdim ki, bax, bura gələk çıxaq. Orada mən bəylərin sözünü dilimə gətirdim, amma dedim, hələ bu söz dəyməyib. Yəni, buyur, burada oca dəydi, bişdi, hazır oldu, eşiyə çıxdı. Bax, belə bir şeydir ki, elan aradan bəylər götürüzdürdü. Bax, görürsünüz, bu bişdi burada, eşiyə çıxdı. Ki, indi cəmaat onu eşitsin, datsın. Bax, görün, bu qadınların hüquqlarını bu necə, nədir o qadını türməyə atır, bunu aradan götüzdürülür. Ah, bu kimdir ki? Bu qurd başıdır. Onun içindəki ruh qurddur, o məhv olunmalıdır. Ondan sonra onun nəsli sakit yerində oturacaqdır. O qədər. İndi mən bilmirəm onu Allah Teala necə məhv edəcək. Mən təbii ki ona ona da heç kimə də pis gün arzu etmərəm. Amma mən kiməm ki? Mən sadəcə söz ustadıyam, hikmət ustadıyam. Mən bunu deməliyəm. Bu qədər. Onun sonuna az qalıb. Çünki o qadınların, qadın dedik, qadın müqəddəsdir. Fahişət olsa, heyri doğru yol getsə də qadın müqəddəsdir. Kim bir qadına noxud zərrəsi qədər zərər yetiribsə, onun cəzası çox ağırdır. O maşın qəzasına gələnlər, o durduq yerdə ürəyi dayananlar,
O nə bilim, indi mən birini deyirəm, insanların o qədər səhvləri var ki, birdimi, mindimi, mən falçı deyiləm ki, mən falçılıq biləmədim. Mən sadəcə bu hikmətlərə gələndə artıq dedim, ya Rəbb, artıq bilirəm ki, mən Rəbdir, bu İsa Allahın adıdır, bax o anlarda, təbii ki, bu da illər öncə olub, yəni bu yazılar ki, bitib qutardı 2002-ci ildə. Sonra elə belə hərdən darıxanda nəsə yazırdım. Mənim İnam kitabım da yazılıb, orada göstərmişəm də. Görürsünüz, İnam 2. Özü də Kiril hərfi, bunu mən getdim, xahiş elədim. O zaman Sabir küçəsində tipografiya var idi, yəni qazet çıxan bir, nə deyirlər ora? Qazet çıxan yerə nədir? Redaksiya var idi, bax orada, mən bunu, o biri kitabda oradadır, İnam 1, İnam 2. Yəni biri müdrikilərə aid idi, biri də dini kitablara aid idi. Mən onu 2 yerə Allah-Taala mənə belə böldürdü. Bax, bu yazılandan sonra artıq mən bildim ki, Rəbb mənimlədir, qəlbimdədir, düzdür, mən bu sözü o vaxt açıb deməyə də çəkinərdim ki, deyəcəklər bu dəlidir, elə də susub bugünə kimi, bugün də yenə də mən deməzdim, bu qəlb özü dilə gəldi. Burada mənlik bir şey yoxdur, bu həqiqətdir, bu acı deyil, bu şirin həqiqətdir. Bunu Rəbb özü dilə gətirdi. Və də mən bu 2002-də artıq indi yenə mən dilək diləyirəm Allah-Taaladan. Yəni o sınaqlar ki, divanə idi, mən dəli olmayım, pozğun olmayım, falçı olmayım, o bitdi. İndi yenidən mənim diləyim gəldi dilə. Və mən deyirəm ki, ya Rəbbim, mən ilk öncə səndən ağıl diləyirəm. Amma ağıl yaratmayıb, axı, bu heç kimə verməyib bunu. Kimsə o Nizami deyirmi ki, o şey ki sığmayır insan ağlına, dünyanı yaradan deyilir ona. İndi mən bundan bunu istəyirəm. O necə ki o nağılda ki o qoca deyir ki, balıq çıxır qabağına, deyir get 3 dilək, o gəlir arvadı deyir mən belə ev istəyirəm, nə istəyirəm, sonra deyir get mənə onun özünü gətir. O yenə belə düşür nəyə də, yəni ki həmin o Pənahın arvadı kimi gəlir öz komasına girir, qoy belə deyim. Və də mən indi Allahdan bunu istəyirəm, yəni ağıl bu özüdür və mən deyirəm ki, mənə ağıl verir. Başa düşürsünüzmü, bu nə deməkdir? Mən Allahlıq eləməliyəm, belə çıxır. İndi mən bunu diləmişəm, Allahlıq eləmək eşqi ilə yox, sadəcə ağıl istəmişəm ki, yəni sən mənə əgər nə versən, devlət versən, ağlım olmasa mən onu yenə də itirə bilərəm və yaxud mən onu dərmanlara xərcləyərəm və yaxud mən onu türmələrə xərcləyərəm və yaxud mən onu, nə bilim, bilmirəm, qıçam qırılar, ayağıma xərcləyərəm. Bax, belə də, belə istəmirəm, deyirəm, ağıl ver, sonra mənə ruzi ver. Yəni, o ağılı verməsən, mən o verdiyin pulu, paranı əvvəlki kimi bilmərəm necə xərcləyirəm, nə edirəm. Odur ki, mən səndən belə verirsən ver, ha vaxt verirsən ver, bax belə ver. Bunu istədim, bir də yer üzərində sevgini bərpanı istəyirəm. Sevgini, insanlıq sevgisinin səndən bərpasını istəyirəm. Sevgi istəyirəm səndən. İnsanlıq sevgisi dəyər istəyirəm səndən. Bu 3 şey istədim mən ondan. 3 şeyi mən Allah-Taaladan istədim. Və budur bugün. O məndə zuhur etmiş. Bunu açıq artıq ağzım. Qorxmadan, çəkinmədən. Kimsədən çəkinmədən deyirəm. Bəli, Allah məndə zuhur edib. Və bunu söyləyən də elə özüdür. Çünki mən o arzuya getmişəm. Yəni ondan dilədiyimi, yəni ağıl kimsəyə verilməyib. O ağılı, o məndə bu qədər fikir hardandır? İnsanda bu qədər fikir, bu qədər deyim ola bilərmi? Bu qədər dərinliklərə insan gedə bilərmi? Deyil. Bu Allahın hünəridir. Bu onun zuhurudur. Amma kişi deyil, o pəridir, o gəlindir. O
nə bilim, dilbərdir, o nigardır, hərə bir cürə ad verir, sənəndir. Nakoniec-to ki, o Nur Emadır. Bax, budur, həqiqət. Acı deyil, bu Tanrıdır cahana salan həngamə hökmüyle yazıldı. Bu gözəl. Dedim ki, qəmli sözünü sildim, mən ora gözəl yazdım. Çünki mən gözəllik ovçusuyam, gözəllik vurğunuyam, gözəllik eşkindəyəm. Mən çirkab içində yaşamaqdan doymuşam. O qədər. Heç kimə də nə kinim, nə qərəzim, nə də kiminləsə səhvini belə desəm intiqamım yoxdur. Amma hər kəsin alnına nə yazılıbsa ona da pozu yoxdur. O qədər bunu deyirəm. Təsdiq et yetişmiş hər mücizəni. Gəl artıq savaba çatdır sən məni. Bax bunu dinləyirsiniz. Hər kəsə yayın. Belə Erməniyə də, belə Rusa da, Amerikana da tərcüməçilər var. Bu artıq Allah'tan gəlir sizə bu hökm ki, necə gedirsiniz, nələri çəkirsiniz, nələrdən keçirsiniz. Bu da gedin təbliğ eləyin. Çevirin. Nə dilə deyirsiniz, təbliğ eləyin. Qoy erməni də eşitsin. Erməni sizdən qabaq oyanacaq buna. Görəcəksiniz. Mən sizə %100% bu sözə garanti verib deyirəm ki, erməni eşitsə ki, burada bu zühur edib sizdən qabaq inanacaq. Gedin, təbliğ edin. Yolunuz açıq olsun. O qədər. Və savab qazanın. Bununla savab qazanın ki, mükafatınız böyük olsun. Etməyəcəksiniz, ucuz şorba kimi bir nətərdir çöpə atılacaqsınız. O qədər. Belə. Savab qazanmaq gözəl şeydir. Görürsünüz, bax, 27 gündür bugün mən danışıram. Mən burada para mı istəyirəm sizdən? Pul mu istəyirəm? Bir müəllimə 2 saat dərs deyən kimi burnunu qaldırır ki, mən yoruldum, öldüm, mən bunu ucuz edirəm. Filan kəs bu qiymət edir. Amma mən sizdən pul istəmirəm. Deyirəm, gedin, bunu təbliğ edin, özünüz üçün savab qazanın. Ondan gözəl şey yoxdur dünyada. Savabdan gözəl şey yoxdur. O qədər. Allah'ın yanında ən güclü, ən möhkəm, ən yüksək olan savabdır. O qədər. O bir qazan bozartmanı pişirib cəmaatın qarnına tökmək deyil. Savab doğru sözlər söyləyib yaxşı işlər görməkdir. Gedin doğru sözləri söyləyin. O qədər. Çalışıb hər şeyi yaxşı öyrənə bilsən, açılar düyün bu sirri həll edərsən. Dönüb əyri yoldan düz yolu seçərsən, mütləqi nisbətdən ayırt edərsən. Əgər siz bu sözləri diqqətlə dinləsəniz, elə siz də əyri yoldan dönəcəksiniz. Düz yolu seçəcəksiniz və mütləqi nisbətdən doğru sözü əyri sözdən seçib ayırt edəcəksiniz. Bax, bunu demək istəyir. Bu hər kəsə aiddir, tək mənə aid deyil. Təbii ki, sadəcə mənim dilimlə söylənilir. O qədər. Sənin ibrət gözün açılar bir şək. Başqa naxışları rədd edər ürək. Görürsünüz mü? Bax, Quranı açdı mı bu? Sənin ibrət gözün açılar bir şək, başqa naxışları rədd edər ürək. Görürsünüz mü? Məndə Quranda 2 mənanı açandan sonra nə qədər mütəşabih ayələr var, onu rədd etdi ürək. Dedi, bunun üstündə dayan. Göz göstərdi, qəlb mütəşabih sözləri rədd etdi və hər müşkülü həll edər nəfəsin özü, hər şeyi düz görər ruhunun gözü. Bəli, ruhun gözü nəyi göstərdisə, mən də onu ortaya çıxartdım və sizə söylədim.
Nəsə deyir buradan, qəlb deyir, nəsə göstərməli. Nə göstərməli? Qafqaz Müsəlmanları İdarəsinin sədri İran rəhbərləri ilə görüşlərində əhəmiyyətli məsələlərin müzakirə olduğunu da bildirir. Çoxlu görüşlərimiz oldu, çox minnətdaram ki, Ağaylarca ilə görüşümüz oldu. Biraz bundan əvvəl Daxili İşlər Naziri ilə Ağay Nəccarla görüşümüz oldu. Nəccarla görüşlər birdən biri başqa şey fikirləşər, Daxili İşlərdən şeyx nə üçün görüşür? Bizim zəvvarlarımız inşallah avtobuslarla o sərhəddən keçib, Yalnız şimdi biraz bu işler çıkınca bazıları Mehdi geldi geliyor, yine bir heyecanlandılar. Sakin olun. Heyecan yapmayın. Daha ne gavurlar gelecek. Din bu değil tabii ki. Din bu değil. Bu bedbahtçiliktir. Bunlar hamısı cefengiyattır. Din çadıra değil. İnsanın qəlbini göstərməz paltar. Yazan özü bilir hər qəlbdə nə var. Əsas iş daxilin qiymətində, dəyərindədir. Zahiri qüsura göz yummaq olar. İş çadırada deyil, iş zəvarlıqda deyil, iş, bax belə, yığıncaqlarda deyil, iş savabdadır, o qədər. Bunlar hamısı kal meyvələrdir. Bax, bu gördüyümüz, bu görüntülər kal meyvələrdir. Onlar dəyməyib, ağız büzən fikirlərdir. Nə çadıradır, nə o zəvvar gedib onunla qucaqlaşır, bununla ağzının danışığını da heç bilmir, nitki yoxdur. Elə bilir, elə gedib orada dombalıb gəlmək bu dindir, din o deyil. Dinin gözəl hikmətləri, qolları var. Onlar da gələcəkdir. Hamısını dinləyəcəkdir xalq, hamısını. Biz Əfhədinin xəzinəsindəyik. Çalışıb hər şeyi yaxşı öyrənə bilsən, açılar düyün, bu sirri həll edərsən. Harada? Üçüncü səhvə, üçüncü buradadır, səhv qoydum. Dönüb əyri yoldan sən düz yolu seçərsən. Belələrinə baxanda təbii ki, mən onları qınamıram, onların yerində mən də yaranmış ola bilərdim. Amma belə bu hikmətə daha çox üstünlük verildi məndə. Nəinki namaza, nəinki çadraya, nəinki zəvvar olmağa. Bunları mən istəmədim. Dedim, mənə doğrunu söylə, doğrunu göstər və doğru yol ilə addımlamağı mütləqdir. Bunu istəyirəm səndən. Buna görə də deyir ki, mütləqi nisbətdən ayırt edərsən. İndi özü mən ondan istədiyimdir, niyyətin hara, mənzilin ora. Mən diləmişəm ki, bu da mənə göstərir yavaş-yavaş.
Sənin ibrət gözün açılar bir şək, başqa naxışları rədd edər ürək. Bəli, bu Quranda hər bir naxışı rədd etdi mütəşabih ayələri, orada aydın və gözəl sözləri üzə çıxardı. Amma bu hikmət aləmi, bu müdriklərin sinəsini bitdə bitirməmiş mən Qurana əl vura bilmədim. Bilmədim, sadəcə bilmədim. O qədər. Hər dəfə Qurana əlimə alanda gözüm qaralırdı, başım fırlanırdı və kitab əlimdən uçub kənara atılırdı. Bu qədər. Amma bunlar tam bitəndən sonra, İncildə sona yetəndən sonra məndə Quranın mütləqləri üzə çıxdı. Bu qədər. Hər müşkülü həll edər nəfəsin özü, yəni Allah özü. Hər şeyi düz görər ruhunun gözü. Bəli, nur göstərdi, mən də baxdım. Yaxşını yamandan seçmək üçün hər an sənə yol göstərər qəlbinin gözü. Budur, gördünüz? Mən deyirəm, amma kitablar da deyir. Müdriklər də deyir, hikmət söyləyir. İndi mən o kişi deyir filan yerimdə filan var, oturacağımda filan xəritənin şəkili var, başımda filan yer var, filan feşməkan. Bir də ona nəzər salaq. İmam Mehdi zaman bağlılığım oldu Qaradağla. Qarabağda, Şir Kazım Paşa adaşımdı, Qara Seyid ocağımızdı, Qara Fatmalılar nəslimizin adı, Qara Bəkir Kazım Paşa da adaşımdı. Çoxdur, hepsi Qarabağla bağlılıq. Yəni ki, Qarabağ Azərbaycanın onurğa sütunudur, onurğa sütunu qırılır. Onunla bağlı ki, yəni Peyğəmbər hədislərində də var ki, Mehdinin sahibi zamanın gəlişində bu sinirlər açılacaq. Gördünüz mü? O deyir ki, sinirlər açılacaq, sahib Mehdi bu gələndə sinirlər açılacaq, amma məndə tamam, mən onu qınamıram. Mən dediyim sözləri, o deyir, müdriklər özü açır, bunu Quran da açacaq. Biz bunu diqqətlə hamısını gözlərimizdə ziyada olacaq, qəflətdən də oyanacaq və bunları bir-bir oxuyub başa vuracaq. Bax, belə. O elə gəlib, mən də belə gəlib. Mən gəlməmişəm, məni zorla gətirirlər, mən qələt edirəm. Mənim nə ölümüm var idi ki, bu yolda. Mənim bu yolda işim yox idi. Mənim iddiam başqa idi. Mən sadəcə deyirdim ki, bir çıx ortaya mənə görsən. Mənim iddiam bu idi, başqa şey deyil. O da görsəndi, məni saldı kəməndinə, digərdi ki, sürün mənim. Mən hara, sən də ora. Bax, budur. O da var, çıxacaq o da qarşıda. Elə biz hardayıq? Hər şeyi düz görər ruhunun gözü. Görən ruh deyilmi? Biz kimik? Yaxşını, yamanı seçmək üçün hər an sənə yol göstərər qəlbinin gözü. Gizli xəzinə var insanın özündə belə, gəl zəhmətə qatlaş, özün onu kəşf elə. Əgər İsa kimi qəlbinin səsini dinləyə bilsən, varlığın əksini özündə görəcəksən. Görürsünüz, hər kəs İsa'dan danışır. Amma bizim alimlərimiz bu kitabı büküb öz yazdığından danışır. Gördünüz, bütün müdriklər İsa'dan danışır. Deməli, İsa kimi qəlbinin səsini dinləyə bilsən, varlığın əksini özündə görəcəksən. Yəni, Allahı qəlbində, varlıq kimdir? Varlıq Allahdır. Onun əksini, yəni, daxilində görəcəksən. Əgər mənim kimi fələyə aldanmasan, məna meydanında top oynadarsan. Bax, bu
Məna meydanında top oynatmaqdır. Odur, insanlardır ki, biri deyir Mehdiyəm, biri dindən danışır, biri nə bilim nədən danışır, top oynadırlar. Elə boş-boş sözdə hop durur. Onu deyir, bu bunu deyir, onu deyir, bu bunu deyir, top oynadırlar. Burada biri də var, qabaq-qabağa dururlar bu bir dəqiqə. Bunu da sizə göstərim. Milli Təhlükəsizlik Nazirliyi əməliyyat həyata keçirib, əməliyyat tədbirləri nəticəsində insanların həlak olması məqsədi ilə terror planının Azərbaycan Respublikası Vəhabilərinin savaşmaq üçün Suriyə getdikləri beşərətə Təbrizdə Əhl-i dostları müqavimət cəbhəsini və məsum müqəddəsləri müdafiə üçün Suriyə Bax, bunlar hamısı Məna meydanında top oynadırlar. Sadəcə voleybol oynayırlar, gedirlər. Buna istinad edir, yəni boş-boşuna bir dənə Quranın quyruğundan tutub gedirlər. Məna meydanında top oynadarsan. Məni Şaxənə yolladı, əvvəlcə müdriklər aləminə, çünki Qurandan götürdük, getdik. Təbii ki, biz şeir arxasınca gedirik, şeir dilini öyrənirik. Hacılar isə bizə Kəbbədən, Qaradaşdan bir görək nə hikmət gətirəcəklər. Alimlər də elm aləmindən hikmət gətirsinlər, görək. İndi üçünü bir araya gətirək, görək. Sənə yol göstərər. Gizli xəzinə var insanın yox. İsa kimi qəlbinin səsini dinləyə bilsən, varlığın əksini özündə görəcəksən. Əgər mənim kimi fələyə aldanmasan, Məna meydanında top oynadarsan. Yox, bu fikri mən yanlış dedim. Onlar aldananlardır, amma topu mən oynadıram. Belə mi çıxır indi mən? Söz məndədir bu top sadəcə. Yanlış görürsünüz, bax görürsünüz, deyir, can deyəni dil demir, can da bəzən düz demir, yəni fələk insanı min bir oyuna sala bilir. Əgər mənim